Biz bugün, yəni iyunun ayının 8-i 2014-cü il tarixində Abşeron rayon Masazır qəsəbəsindəyik. Məlumat almışıq ki, bu qəsəbədə ağla sığmaz dərəcədə bir, mən deyərdim, hörmətsizlik var. Və siz də bu mənzərəni öz gözünüzlə görəcəksiniz. Bu, Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçədir, əgər buna küçə demək olarsa. Öndər Heydər Əliyev və onun adına belə bir küçə və ya prospekt olarmı? 15 il ərzində fəaliyyət göstərən bələdiyyə sədri Siyafər müəllim bu acınacaqlı vəziyyəti görmürmü? Baş yolların kənarlarını abadlaşdırmaqla gözdən pərdə asır. Bu, ən azından Ulu Öndərin xatirəsinə hörmətsizlikdir. Sinəsində nəyə görəsə gəzdirdiyi Yeni Azərbaycan Partiyasının biletinə və Ulu Öndərin xalqımıza və millətimizə verdiyi bu müstəqilliyə hörmətsizlikdir. Mən bir söz tapmıram ki, deyim, ürəyim boşaldım. Sakinlərin dediyinə qulaq asaq. İbrahimova Gülər. Sever deyim kızım, hələ öz adımı deyim də, bunu mən saxlayır məni. Bunun adını. 70 yaşım var. Köçmüşük bura təzə. Xaraba Sovetskıda çoğulun əlindən gəlib almışıq burada. Burada da gəlmişik, zibilə düşmüşük. Bazı zibil burada. Səhərdən akşamaca yatmaq olmur. İşıq gündaşırı, işıq sönür. Su yox. Gəl çıx bax. Bu nə bəladı gətirdilər, bizi tökdülər. Yollar bərbad. Yollar bərbad. İki dənə maşının ikisi də qalıb bitirəcəyət. Belə bir abırçılıq olmaz ki. Zibilliyi yığışdırsınlar. Ancqənətozanın əlinə yata bilmirik. Buzladır ancqənət. Uyu da pul çatdıra bilmirik. Hamısı tetkə bulmuşdu, bir dənə bu qalıb. Yoldan gəlirlər o başdan, gəlirlər maşını saxlayırlar, atırlar zibili, çıxıb gedirlər. Mənim 70 yaşım var. Dünyanı görmüşəm, başa düşdün. İndi də oturmuşam, şikəs, cavan balam rəhmətə gedib. Köçüb gəlib qalmışam bunların yanında. Baba, bunlar baxır mənə. Bu nədir? Səhər işıq var, axşam yox. Su yox, burada da var, yuxarıda da. Gəl bax yine. Suyacan yoxdur. Belə bir abırçılıq olmaz ki. Gətirdilər cəmaatı tökdülər bura. İndi mən özüm yazıcıyım, mənim özüm jurnalistdən də yaxşıyam. Universiteti qutarmışam. Kitabxanaçılıq vaxtında hüquqşünas olmasını istəmişəm. Biraz bu internetin dilini bilmirəm. Bilən uşaqlarım var da, evimizdə də var. Qoyaram, yazaram, verərəm. Yəni bu küçənin adıdır, görünüzə bir ad qoyulub ki, bura. Yəni heç yaraşmır yəni bu küçəyə ki, o adı ki qoyublar. Küçənin bu vəziyyətdə bir dənə baxın, görün nə vəziyyətdədir bura. Buna yəni yeri yığışdan zətdə yoxdur. Mən hər dəfə cibimdən bu zibilçiyə, zibil yığanlara mən pul verirəm. Hörmət edirəm, yəni biraz da artıq yığısınlar, yığışdıra bilmirlər onlar. Çünki onlara məxsus olan zibili götürürlər. Orada bax, bərbad gündə damızda bura baxan yoxdur. Su oradan partlayır, bu su buradan partlayır, kanalizasiya düzəməlidir. Nə bilim, demək olar ki, ümumiyyətlə adiyyatı orqanlara şikayət olub bu barədə. Hələ yəni getməmişəm amma, hələ fikrim vardı yəni getməyə. Prosta hələ belə soruşmuşam ki, yəni bir nəzarət edilməli ki, o şey yoxdur. Yəni deyir, neçə dəfə demişik, neçə dəfə öz qonşular da ki, məsələn, pul verib buranı yığışdırmışıq bu zibili buradan. Elə həmən faktor, 2 dənə yeşiyi var, bu boyda məhəllədə 2 dənə yeşiyi var. Olan 2 dənə zibil yeşiyi, yoxdur burada. Buranın bir zibilliyi olmalıdır konkret olaraq, ayrılmalıdır ki, buradan bu həşəratlar yığışır bura, bu qurtluyor, quşluyor, şeydir, ağzıqanadır. Biraz bunda atılır da, yəni belə vəziyyətdə olmamağı daha yaxşı olar. Tüm kanalizasiyanın ağzı, hamısı asıldır. Normal kanalizasiya yoxdur burada, palçıqlı, yəni yağış yağdı, palçıq. Burada nə deyim, burada hal-hazırda bir baxsız, yəni çəksiniz buranın bu küçəni görərsiniz. Yəni ki, hal-hazırda, yəni ki, o cünə ad qoyulub bura, layiqiniz olmalıdır, yəni düzəlməlidir. O cümlə dahi adam, insanın adını qoyublar bu küçəyə. Amma bura necə ola bilir ki, bu nə boyda küçədə ki, bunun buradan oraya sahəsinə bir 10-15 metrə, 20 metrə bir küçədə bu zibilliyi zat olar beləsinə buradan. Belə mundarçılıq olar. Su partlayıb orada məsələsində. Düzdür, gəlirlər, amma ki, çürüymür, zatdan gəlirlər bir günlük, 3 günlük, o da düzəlir, elə bir yalan başdan. Hələ belə darmadağın gündə qalıb, elə oraya elə qalıb. Alınmır. Edilməlidir, heç nə yoxdur. Allah köməyinizdə dursun, sən Allah bir düzəməli şərait yaradın, şəhərin mərkəzindən vallahi 28-dən gəlmişik. Heç olmasa düzəldin ki, biz də ayağımız palçığa zada düşməsin payız olanda. Bu azmış kimi bu küçə ilə paralel hörmətli akademik Zərifə xanım Əliyevanın adını daşıyan küçəyə baxın.
Bu mənzərə hər bir kəsi heyrətə salar. Amma 12 il bu küçənin 50 metrliyində fəaliyyət göstərən bələdiyyə binasında çalışan bələdiyyə üzvləri və bələdiyyə başçısı hara baxıb, nə fikirləşib? Bu sadəcə olaraq ulu öndərə millətin xilaskarından xəyanətdir. Başqa ad vermək olmaz. Bu məsələyə hər bir Azərbaycanlının və aidiyyatı qurumların sosial şəbəkədə baxıb öz sözünü deməsi vacibdir. Qoy hamı bilsin ki, üzdə bir cürə, qərbdə başqa cürə olan insanlar hələ də var. Bəli, bunlara nə ad vermək olar? Hər cür şərait yaradıblar özlərinə. Göründüyü kimi biri-birinin həvəsinə bahalı maşınlar alınması ilə yanaşı, çox dəbdəbəli şadlıq evi və adından məlum olduğu kimi brilyant şadlıq evi sadalamaqla qurtarmaz. Qazandıqları gözlərini tutub, ətrafı görmürlər, yalnız özlərini gözə soxmaq və başqalarının gözünə kül üfürmək. Amma fikirləşmirlər ki, bu azadlığa, bu xoşbəxtliyi, bu firavan yaşadığı yaşayışı bizə xalqımıza ulu öndər bəxş edib və onun layiqli davamçısı hörmətli prezidentimiz cənab İlham Əliyev davam etdirir. Bu görülən işlərə baxıb utanasınız. Bələdiyyə binası tikibsiz öz rahatlığınız üçün. Bir ibrət götürmədinizmi başqa yerlərdən? Nə binanın önündə, nə daxilində ulu öndərə aid heç bir stend belə yoxdur. Nəinki, heç olmasa büstü, ümumiyyətlə ulu öndərlə bağlı qəsəbədə heç nə yoxdur. Niyə? Bu yalnız onu göstərir ki, bələdiyyə sədri hələ o səviyyəyə çatmayıb ki, bu haqda fikirləşsin. Torpaq satmaq imkanı düşüb deyə milyonçu olmaq fürsətini əldən verməməyə çalışır. Çox materiallar var danışmağa, amma arzu edərdim ki, aidiyyatı orqanlar bu işlə məşğul olsunlar. Bizim vəzifəmiz görüntüləri sizə çatdırmaqdır. Bütün sosial şəbəkələr və ən başlıcası isə lazımi saytlarda olmasıdır bu görüntülərin. Bu macəraya sığmayan haldır. Hər bir Azərbaycanlı istər vətənimizdə, istərsə də vətəndən kənarda olacaq. Bununla bərabər hələ də aramızda belə insanların olmasına əmin olacaqlar. Nankör qonşularımız isə hələ də aramızda belə insanların olmasına, ikiyüzlülüklərinə sevinəcək. Mən bütün aidiyyatı qurumlara belə bir insanın iş fəaliyyətinin dərindən və özünün kimliyi və nə yolla üzvlərinin nə məqsədlə bələdiyyə qurumuna soxulduqlarını araşdırmalarını təkid edirəm. Bu görüntüləri və müsabiqələr hər bir kəsə göndərməyi və əyani surətdə məlumatlandırılmağı özümə hər bir Azərbaycanlı kimi həm də ulu öndərin və onun xanımının ruhu qarşısında öz Azərbaycanlılığımı yerinə yetirmiş oluram. Bu hal bütövlükdə rayonda çalışan bütün rəhbərliyin hər bir kəsə və rayonda görülən işlərə ləkədir. Hamıya məlum olduğu kimi Abşeron rayonu birincilər sırasındadır. Hər bir göstəricilər üzrə rayonun həm inzibati və başqa şöbələrinin işi haqda hər yerə məlumatlar var. Bu hal bütövlükdə rayonda çalışan bütün rəhbərliyə, hər bir kəsə və rayonda görülən işlərə ləkədir. Hamıya məlumdur ki, Abşeron rayonu birincilər sırasındadır. Hər bir göstərişlər üzrə. Rayonun həm inzibati və başqa şöbələrinin işi haqda hər yerdə məlumatlar var, nə cür yüksək səviyyədə olduğuna görə. Cənab Zakir Fərəcov isə xüsusən ulu öndərimizin xatirəsinə gördüyü, yaratdıqları əvəz olunmaz dərəcədədir. Rayon rəhbərliyinin bu möhtəşəm işlərinə ləkə gətirən bu dözülməz mənzərə, o cümlədən cənab prezidentimizə və bir də təkrar edirəm, ulu öndərin və onun xanımına göstərdiyiniz laqeyd münasibətə nə ad vermək olar? Cənab Zakir Fərəcova və onun gördüyü işlərə bir zərbədir bu. Hər bir kəsə məlumdur ki, onun bundan xəbəri yoxdur. O belə bir vəziyyətə qəti yol verməz və bu haqda lazımı ölçü götürərdi bu insanlar üçün, xüsusilə də bələdiyyə sədri üçün. Bələdiyyə sədri və onun üzvləri bu hərəkətlərinə görə elə bu küçədə həm dövlət, həm ictimaiyyət tərəfindən ciddi cəzalandırılmalıdır. Onlara və onların havadarlarına dərs olsun, ar olsun deyə bu mənzərə mütləq cənab prezidentin saytında yerləşdirilməlidir. Qoy bilsin ki, bugün də müxalif olaraq iqtidara soxulanlar var. Ar olsun belə insanlara. Buradan bələdiyyə seçkiləri gəlir. Tanısınlar sizi rayon ictimaiyyətində və qəsəbə sakinləri bilsin siz hansı maska altında gizlənmisiniz. 15 il ərzində və nə cürətlə belə bir Azərbaycanlıya yaraşmayan işlərə görə. Məyər siz yüz dəfələrlə ulu öndərin dediyi sözləri unudubsunuzmu?
Mən fəxr edirəm ki, Azərbaycanlıyam.